Xoş gördük hər birinizi Arzunun mətbəxində. Mənim dəyərli izləyicilərim, gözəl bacılar. Nətərsiz, yaxşı olasınız hər zaman. Məni soruşsaz, şükür mən də normalam. Buna da şükür yaxşıyam. Hər zaman yaxşı olasınız. Səhərimizi belə bir mənzərə ilə başladım. Özümün də xoşum gəlir. Belə balkondan baxmaq, mənzərəni çəkmək, evimin dəyərli izləyicilərimlə də paylaşım. Xanımlar, bugün də yenə bir video çəkmək istəyirəm, Allah izin verərsə. Görüm nə hazırlayaram, yüngül, səhətimdən əlaqədən çox dərinliklərə girişə bilmirəm. Ona görə sizi də istəmirəm intizarda qoyam. Yüngül nəsə bir şeylər çəkmək istəyirəm. Baxarsınız, izləyərsiniz. Sizlərə xoş izləmələr arzulayıram. Mənə də can sağlığı versin. Rahat videolar çəkim. Bu videomu da sizlə bölüşün. Abunə olmağı unutmayın. Yorumlar yazın. Rəylər yazın. Like etməyi unutmayın. Yeni başlamışam, ikinci videomu çəkirəm 6 aydan sonra. Ona görə də istəyirəm ki, abunə sayını artırasınız, saatımı artırasınız. O sizin üçün heç nədir, o yorum yazmaq. Hardasa bir 30 saniyə vaxtınız gedər, amma mənim üçün önəmlidir. Onu sizdən rica edirəm, əsirgəməyin. İnşallah təkrar görüşərik. Salam, xoş gördük mənim dəyərli, gözəl, göyçək bacılarım, xanımlar, izləyicilərim. Bundan qabaqki videomu 2 gün bundan əvvəl çəkmişdim. Bunu isə bugün başlamışam. Günümüz xoş başlasın, xeyirli, uğurlu başa vura, inşallah. Nətərsiz, Allah hamınızı var eləsin, yaxşı olasınız. Məni soruşsa, şükür Allaha. Bugünümüzə şükürlər olsun. Çalışıram, özümü toparlayıram ki, yaxşı olun. Qarşınıza qəşəng-qəşəng videolarla çıxım. Gözəl xanımlar. Bu günlərim mən hazır. Börək xəmiridir. Marketdən almışıq, hazırdır. Sadəcə siqara hazırlamaq istəyirəm. Bu da mənim içliyimdir, qalmışdı. Elə soyuducuda saxlayırdım. Şəkər bura içliydi. İndi başlayaq hazırlamağa. Mən videomda demişdim, xanımlar, çalışacağım yüngül şeylərlə qarşınıza çıxım, səhətimdən əlaqədar. Ona görə də nə dərəcədə yaxşı alınar, necə alınar, onu sizin yazdığınız yorumlardan biləcəm inşallah. Bu arada deyim ki, xanımlar, 6 aydan sonra ikinci videomda çəkirəm. Baxış sayım baxıram ki, azdır. Hansı ki, bundan qabaq ki, 6 ay bundan qabaq çəkdiyim videolar hara, bu hara. Ona görə ki, azdır baxış sayı. Yorumları az yazırsınız. Az adam abunə olur. Mənim videolarıma ən azı baxanda 1000 nəfər adam baxırdı. Hər çəkdiyim videolara. Amma bunda hələ azdır, çox azdır. Əsirgəməyin, baxış sayınızı. Sonra xanımlar, abunə olmağı heç vaxt unutmayın. Yorumlarınızı yazanda o qədər mənə xoş gəlir. İnanırsınız, əyləşirəm, oxuyuram bir-bir. Mənə ləzzət eləyir. Hamınız da çox sağ olun, var olun, dəyərli xanımlar. Qəşəng-qəşəng yorumlar, sözlər yazırsınız. Məni ruhlandırırsınız, motivasiya verirsiniz. Bunlar hamısı həm də mənim sağlamlığıma da xeyir eləyir. Çox ürəyim açılır. İnanırsınız, o qədər rahat oluram. Deyirəm, hə, xanımlar yenə mənə çox qəşəng, dəyərli sözlər yazırlar. Yenə də davam eləyin, əsirgəməyin, yazın. Like edin, abunə olun. 30 saniyə, 20 saniyə vaxtınız gedəcək. Amma o mənim üçün çox önəmlidir, çox.
Çox xanımlar, Allah hər birinizdən razı olsun. Yazan əlləriniz var olsun. Baxan gözləriniz heç vaxt ağrımasın. Allah o sağlamlığımızı heç birimizin əlindən almasın. Ya Rəbbim. Xanımlar, mən bu siqaraları bax belə içliklə doldururam, pükürəm. Hamısın. Qəşəng, sonra bunu duru yağda o üz, bu üz qızardacam. O qədər dadlı olur. Ağız dadına uyğun olur, çayla içməyə çox qəşəng gedir, ləzzətli olur. Siz də hazır eləyərsiniz inşallah. Uşaqlar da xoşlayır. Bizim evdə də çox xoşlayır nəvələr, uşaqlar. Allah hamısını qorusun, bütün nəvələri, balaları. Belə xanımlar, siz nə edirsiniz, nə tərsiniz? Vallahi o qədər öyrənmişdim sizə. Bu neçə ayda çox darıxdım sizlər üçün. Sizlər də mənə yorum yazmırsınız, az yazırsınız. Abunə olmursunuz. Olun, abunə də olun. Fikirlərinizi də yazın. Nə ürəyiniz istəyir, qəşəng sözlər yazın, mən cavablandıracağım. İnşallah, inşallah. Özünüzdən də müğayət olun, valla. Bu həyatda əsas can sağlığıdır. Belə xanımlar, mən belə hamısını hazır pükəcəm və bu formada. Qəşəng. Sonra bunu qəşəng duru yağda qızardacam. Zeytun yağı ilə də qızarda bilərsiniz. Başqa hansı duru yağ işlədirsiniz, onunla hər biri ilə qızarda bilərsiniz. Qoyursunuz, qəşəng soyur. Sonra xırt qəşəng çayla içirsiniz. İstəsəniz belə için doldurun, qəşəng. Heç qızartmayın. Sizə yetdik nə qədər lazımdır qızardın. Qalanını da yığın soyuducuya, buz gözünə. Pinqvin kloklara yığın, qəşəng səviyyəli. Yığın buz gözünə, nə vaxt lazım olarsa oradan götürün, qəşəng qızardın, işlədin. Belə xanımlar, bu arada dərmanımı da içdim. Başlayayım mən qəşəng siqaralarımızı qızardım. Xanımlar, ta qızartmağını görsətməyəcəm. Zaten qızartmaq hamımız tavaya duru yağı tökürük. Qəşəng yağ qızır. Sonra qızardırıq. Onun hazır formasını sizlə bölüşəcəm inşallah. Siz izləmədə qalın. Sizə xoş izləmələr arzulayıram. Can sağlığı arzulayıram. Görüşərik. Əzizlərim, siqaralarımızı qəşəng qızartdım tavada. Belə servis elədim. Zövqə görədir. Üzərinə də ağ külcük səpdim. İndi mən bunun birini kəsim. Sizə görsədim. Görün bax. Görün nə qəşəng xırçıldıyır. İçi də bax belə. Çox qəşəng, ləzzətli. Çayla da çox qəşəng gedir. Siz də için, nuş edin. Bunlar da qaldı. Hazırladım. Pinqvin klokuna yığdım 15 ədəd. İndi qoyacağım mən bunun soyuducunun buzlama gözünə inşallah. Haçan lazım oldu, oradan rahat götürüb 5 dəqiqəyə qızardırsan, süfrədə oturub çayla içirsən. Çox ləzzətli bir şeydir. Xanımlar, izləmədə qalın. Sizə xoş günlər arzulayıram. Ən önəmlisi can sağlığı arzulayıram sizə, özümə. Allah onu heç birimizdən əsirgəməsin. Yenə deyirəm, təkrar olmasın. Gözəl xanımlarsınız, məni düzgün başa düşürsünüz, bilirəm. Çox dəyərlisiniz mənim üçün, hamınız. Valla o qədər qayıtdım neçə aylar bundan qabağa çəkdiyim videolar yadıma düşdü. Sizin yorumlarınız bir gəlir, oxuyuram, gözümün qarşısından keçir. Bu da məni çox sevindirir, ruhlandırır. Yenə yorumlarınızı yazın, fikirlərinizi bildirin. Abunə olmağı heç vaxt unutmayın, like edin. Allah hər birinizi var eləsin, ailənizin başının üstündə olasınız. İndi gücüm çatdığı, səhhətim imkan verdiyi videolar inşallah çəkərəm. Çünki özüm də istəyirəm. Bu vlog çəkmək elə bir ki,
məndə hobbidir də, yenə deyirəm. Maraqla çəkirəm. Sadəcə indi biraz səhhətim əl vermir, amma yenə də müalicə ilə yanaşı çalışacağım videolar çəkim xanımlar. Çünki ən əsas özüm istəyirəm. Özüm istəyirəm xanımlarla ünsiyyətdə olmaq, söhbət eləmək, fikirlərini bilmək mənim üçün çox vacibdir, çox önəmlidir və mənim üçün çox xoş olur. Allah hər birinizdən razı olsun. Videoma rahat-rahat oturun, belə siqaralar pişirin, mənim videolarıma baxın, yorumlar yazın. Allah sizləri var eləsin, sizi öpürəm, bağrıma basıram, gözləyəcəm yazılarınızı. Abunə olmağı da ki, heç vaxt unutmayın. Əziz olasınız həmişə.